Bayram süfrənizdə və özəl günlərinizdə mütləq bu salatı hazırlayın. Həm görünüşü, həm də dadı sizin gününüzü daha da özəl hala gətirəcək. Qonaqlarınızın da mütləq dadını bəyənəcəyi mimoza salatını gəlin birlikdə hazırlayaq. Salatın inqridiyentlərini öncədən suda tam bişməmək şərti ilə bişiririk. Salatı istədiyiniz qabda, istədiyiniz formada yığmağınız mümkündür. Gördüyünüz kimi mən pandispanlar hazırladığım qabın kənar hissəsindən istifadə edirəm. Amma siz daha dərin bir qabda yığıb, daha sonra isə başqa bir qaba keçirdə bilərsiniz. İnqridiyentləri üst-üstə qat-qat şəklində növbə ilə yığırıq və hər bir inqridiyentin qatlarının arasında duz, istiot və mayonez əlavə edib növbəti qatı yığmağa davam edirik. Mimoza salatı iki formada hazırlanması mümkündür. İstəyinizə uyğun şəkildə qozlu və istəmədiyiniz halda qozsuz formada edə bilirsiniz. Əslində mən salatı qozlu formada hazırlamışam. Sadəcə olaraq həmin kadr çox təəssüf ki, videoya düşməyib. Mimoza salatını hazırladığınız zaman ən əsas diqqət etməli olduğunuz məqam bişirdiyiniz inqridiyentlərin tam şəkildə bişməməsidir. Belə olduqda istədiyiniz formada tyorkadan keçirməyiniz daha rahat şəkildə olur. Əgər inqridiyentlər tam yumşaq şəkildə bişərsə, o zaman siz onu keçirməkdə çətinlik çəkir və salatda istədiyiniz dadı əldə edə bilmirsiniz. Gördüyünüz kimi mən inqridiyentlərin hər birindən 2 sıra şəklində yığdım ki, kəsdiyim zaman görüntü olaraq daha xoş və gözəl bir görüntü əldə edim. Hər zaman olduğu kimi salatda istifadə etdiyim inqridiyentlərin dəqiq ölçülərini açıqlama bölməsində qeyd edəcəm. Siz də mütləq kanala abunə olub videolarıma dəstək olmağı unutmayın. Həyatınızdakı salat sevərlər ilə də videonu paylaşın ki, sizin üçün hazırlasınlar. Bu möhtəşəm salatımıza əsas dad verən isə üzərində istifadə etdiyimiz Holland pendiridir. Pendir seçimi etdikdə isə pendirin təzə və keyfiyyətli olmağına diqqət yetirin. Salatın üzərinin bəzənməsi isə zövqünüzdən asılıdır. İstədiyiniz hər hansı tərəvəzdən və yaxud nar dənələrindən istifadə edə bilərsiniz. Hazırlayan hər kəsə indidən nuş olsun. Hazırladıqda dadını bizimlə rəylərdə bölüşün.